Salam əziz dinləyicilər. 369 TV-nin efirində sizləri xoş gördük. Bugün sizi adi dünyanın sərhədlərindən kənara, tarixin qaranlıq küçələrində gizlənən bir sirri aparacağam. Elə bir yerə gedəcəyik ki, orada elm və sehir bir-birinə qarışıb. Rəqəmlər isə taliləri dəyişir. Bugün sizinlə Sankt-Peterburqun mistik sirri və Qrifonlar qülləsi barədə danışacağıq. Sankt-Peterburq şəhəri saysız hesabsız heykəlləri və mistik yerləri ilə məşhurdur. Bu məkanlar arasında xüsusi yeri olan bir tikili var ki, bundan danışmasaq olmaz. Qrifonlar qülləsi. Digər adı ilə rəqəmsal qüllə kimi tanınan bu sirli abidə vaxtilə Wilhelm Pelə məxsus olmuş aptekin həyətində ucaldılmışdır. Əfsanələrə görə günü bu gündə qüllədə qrifonlar, yəni qanadlı aslanlar məskunlaşıblar. Gecələr onların nəhəng qanadlarının səsi ətraf binalardakı sakinlərin narahatçılığına səbəb olur. Həmçinin inanılır ki, bu qüllə insanların ən gizli arzularını belə reallaşdırmaq gücünə malikdir. Hər şey 1760-cı ildə Sankt-Peterburqun Böyük Meşanskaya küçəsində fəaliyyətə başlayan və bugün də mövcud olan bir apteklə başladı. 1850-ci ildə müəssisə Vasilyevski adasına köçürüldü və burada məşhur əczaçılıq sülaləsinin banisi olan Pel tərəfindən satın alındı. Bir müddətdən sonra Pelin apteki çoxsaylı şayələr və əfsanələrin mərkəzinə çevrildi. Aptekin günümüzə qədər qorunan interyeri insanı anındaca keçmişə aparır. Elə bil indicə qapı açılacaq, içəri 18-ci əsr geyimində bir şəxs daxil olub. Bir neçə zəli, biraz civə və ya bir paket tiryək sifariş edəcək. Saray çəkməçisinin oğlu olan Vasili Vasilyeviç Pel, Delft Universitetinin tibb fakültəsinin məzunu olmuşdur. O ilk növbədə saxta dərmanlara qarşı elan etdiyi amansız mübarizə ilə tanınmışdır. Pel xalqın təhlükəsizliyini təmin etmək və əczaçıların nüfuzunu qorumaq üçün xam malın keyfiyyətinə nəzarət metodunu işləyib hazırlamışdır. Onun aptekindəki satılan preparatlar bütün Rusiyada ən keyfiyyətli məhsul hesab olunurdu. 1871-ci ildə imperator bu xidmətləri yüksək qiymətləndirərək Pelin aptekinə sarayın tədarükçüsü statusunu vermişdir. 1875-ci ildə Wilhelm işləri oğlu Aleksandra təhvil verərək özü kimyagərliklə məşğul olmağa başladı. Aptekin həyətində pəncərəsiz və qapısız, hündürlüyü təxminən 11 metr olan qəribə bir dairəvi tikili ucalırdı. Rəsmi mənbələrə görə bu qüllə laboratoriyalar üçün bazar rolunu oynamalı idi. Lakin xalq arasında yayılan şayələr daha qaranlıq idi. İnsanlar kimyagərliklə məşğul olan Wilhelm Pel təkcə fəlsəfə daşını deyil, həm də paralel dünyalara açılan portalı tapmışdır deyə şayələr səsləndirirdilər. İnancılara görə o aptekin zirzəmisində qrifonlar, yəni qanadlı aslanlar yaradaraq onları gecələr qüllədən havaya buraxırmış. Hətta bir vaxtlar sakinlər bu varlıqların səsindən polisə şikayət etmişdilər. Qüllənin hər bir kərpici 0-dan 9-a qədər rəqəmlərlə nişanlanmışdır. Bu rəqəmlərin zaman keçdikcə dəyişdiyini və ya itib yenidən bərpa olunduğunu iddia edirdilər. Əfsanəyə görə Pel kimyagərlik vasitəsilə civədən qızıl almağın yolunu tapmışdır. Eyni zamanda Pelin xoşbəxtlik formulasını kəşf etdiyini düşünürdülər. Nə qədər əfsanə kimi görünsə də bir həqiqət payı da var bu işdə. Qüllənin yaxınlığında yaşayan insanların həyatlarında qəfil dəyişikliklər baş verir. Hətta bir kasıb tələbə qüllənin yanındakı evlərdən birində kiraya qalırdı və hər gün bu qülləyə baxaraq nələrisə düşünürdü. Bir müddətdən sonra həmin tələbə xəzinə taparaq həyatının büsbütün dəyişdi. Növbəti hadisə isə Karl Siemenslərin hekayəsi idi. Karl Siemenslər elə məhz bu qüllənin
təsiri altında uğur hekayələrini yazmağa başlamışdılar. Lakin qüllələrin hər kəsə xoşbəxtlik gətirdiyini demək olmaz. 1994-cü ildə rəssam Aleksey Kostroma qülləni bərpa etmək qərarına gəlir və onun üzərinə əlavələr edərək bacanın çıxışına kardondan nəhəng bir yumurta qoyur. Bir müddətdən sonra rəssam qəfil hücumlara məruz qalaraq öldürülür. Sankt-Peterburqda bu hadisə qüllənin mistik enerjisinin bir cəzası kimi şərh olunur. Yəni anlayacağınız qüllənin sirrini kimlər tapa bilirdisə, onlar sonsuz xoşbəxtliyə çatırdılar. Pelin qonaqları arasında hələ o zamanlar məşhur olmayan gənc kimyaçı Dmitri Mendeleyev də var idi. İddia olunur ki, Mendeleyev elementlərin dövrü cədvəlini yuxusunda yox, məhz Pelin göstərdiyi paralel dünyadan əldə etdiyi məlumatların əsasında qurmuşdur. Buna sübut üçün deyə bilərəm ki, cədvəlin orijinal variantında Newtonium adında bir element var idi. Ancaq sonradan onun adı cədvəldən çıxarıldı. Həmin elementi dünya efirinin əsası adlandırırdılar və həmin elementi məhz bu mistik biliyin qalığı hesab edirlər. Bu yer barədə daha bir sensasiyalı xəbər isə məşhur riyaziyyatçı Grigori Perelman ilə bağlıdır. Perelman 100 illərdir cavabı tapılmayan Poincare fərziyyəsi olan kainatın forması nədir sualına cavab tapmışdır. Perelman 2005-ci ildə bu qülləni ziyarət etdikdən sonra 1904-cü ildə fransız riyaziyyatçısı Henri Poincare'nin əgər biz bir səthi hər iki tərəfdən sıxıb kiçilsək, o sonda bir nöqtəyə, yəni kürəyə çevrilə bilərmi? Sualına, yəni dünyada həlli ən çətin olan minilliyin riyazi problemlərindən birinə cavab tapmışdır. O bu problemi riyazi düsturlarla həll edərək bunun o qədər də çətin olmadığını söyləmişdir. Poincare fərziyyəsini məhz bu qüllənin üzərindəki 0-dan 9-a qədər olan rəqəmlərin sirrini taparaq kainatın kodu vasitəsilə həll etmişdir. Onun elmi dünyadan uzaqlaşıb dərviş həyatı sürməsinin səbəbi bəlkə də o qüllədə gördüyü həqiqətlərdir. Wilhelmin oğlu Alexander Pel də elmdə inqilablar etmişdir. O Rusiyada ilk dəfə məhsulların, havanın və suyun keyfiyyət analizlərini aparan laboratoriya yaratmışdır. Lakin ona dünya şöhrəti gətirən spermin preparatı və tibbdə inqilab sayılan ampulanın ixtirası olmuşdur. Hərçənd Alman alimləri bu birinciliyi mübahisələndirirlər. Bugün Qrifonlar qülləsi Rusiyanın mədəni irsi siyahısındadır. Həyətin qapıları sakinlər tərəfindən bağlansa da, xoşbəxtlik formulasını və kainatın kodunu axtaranların bura olan marağı azalmır. Bəlkə də o rəqəmlərin arxasında həqiqətən də zamanı və məkanı idarə etməyin sirri gizlənir. Və sonda sizlərə belə bir sual vermək istərdim. Sizcə rəqəmlərin dili ilə kainatı idarə etmək mümkündürmü? Cavablarınızı şərh bölməsində yazmağı unutmayın. Hələlik.